Salam aleyküm dəyərli izləyicilər. Bugün Balakən rayonu Tülü kəndində gözəl bir əmlak, yaşayış evi, həyətyanı torpaq sahəsinin çəkilişini edirik. Gördüyünüz bu əmlaka giriş qapılarıdır. Belə bir girişdə gözəl navesi. Daxil oluruq həyətə. Girişdə dediyim kimi evə kimi navesi belə gözəl. Belə yay navesi yan tərəfdə və başında belə bir otaq var. Bu tərəfə pəncərəsi və qapısı. Navesdən evin yan tərəfinə qapı qoyulub, plastik. Belə bir yan tərəfdən də müəyyən məqsədlər üçün istifadə etmək mümkündür. Evin daxili görünüşünü çəkməzdən əvvəl mən həyətyanı torpağı sizə göstərmək istəyirəm. Gördüyünüz bura həyətyanıdır. Həyətdə belə bir dam əvəzi, belə bir naves, çardağına ot yığmaq mümkündür. Və həyətdə belə su saxlamaq üçün su anbarı və belə yonma kubikdən ayaq yolusu həyətdə. Bu evin yan tərəfidir. Və evin arxa tərəfində də yetərincə torpaq var. Cəmi 10 sotuqdur. Yəni bu da fındıq ağacları əkilib və burada həyətyanıya daxildir. Ümumilikdə 10 sotdur. Yaşayış evi özü yeni tikilidir. Yonma kubikdən tikilib. Qabaqdan belə bir gözəl görünüşü var. Yol darvazalarından birbaşa evə kimi gözəl arkalı naves. Yan tərəfində yenə yay navesi və dediyim kimi başında otaq. Gördüyünüz kimi belə yol qapısından evə kimi beton tökülüb. Hər tərəfə belə betonun üstündən metlaq döşənmək üçün hazır vəziyyətdədir. Dəyərli izləyicilər, daxil oluruq evə. Girişdə belə bir meydança, metlaq döşənib və buradan 4-5 pilləkən taxtadan yığılmış gözəl 4-5 pilləkəni var. Və girişdə belə bir balaca dəhlizi və buradan sol tərəfdə belə bir yataq otağı. Yəni yaşayış otağıdır. Və dəhlizin baş tərəfində belə zal otaq. Dəyərli izləyicilər, dəhlizdən sağ tərəfdə isə yenə eyni sol tərəfdə olduğu kimi belə bir otaq. Bütün otaqlar təmirli, aboylu otaqlardır. Hazır vəziyyətdədir ev. Yəni istifadəyə hazır, yəni yaşayış var burada.
Və bu otaqdan da arxa tərəfdə mətbəxidir. Belə mətbəxi var. Və mətbəxdən də arxa tərəfdə hamamı, sanuzeli, hamamda rakvinası bütün hazır vəziyyətdə. Belə bir Dəyərli izləyicilər, evin daxili görünüşünü mən sizə təqdim etdim. Gördüyünüz kimi ev tam hazır vəziyyətdədir. Bütün otaqlar təmirlidir. Həyətə girişi və hər tərəfi yığcam şəkildə düzəldilib. Yol tərəfdən kubik hasarla hasarlanıb. Tam hazır vəziyyətdə belə bir yurtdur, əmlakdır. Balakən rayonunun Tülü kəndində, Qullar kəndindən sərhəddə belə bir yeni tikili. Belə bir əmlaka sahib olmaq istəyən hər kəs bizimlə əlaqə saxlasın. Ətraflı məlumat əldə edə bilər, bizimlə əlaqə saxlayıb və dəyərli izləyicilər, əmlakın qiyməti videonun altında göstəriləcəkdir. Tam sənədli, kupçalı bir evdir, yurtdur, əmlakdır. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.